Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə 2026-cı ildə Naxçıvan Muxtar Respublikasında keçirilən İbtidai sinif ixtisası üzrə sertifikasiya imtahanında istifadə olunan riyaziyyat suallarının izahını verəcəm. Zəhmət olmasa ilk növbədə videomuzu bəyənməyi və ətrafımızda olan digər ibtidai sinif müəllimləri ilə paylaşmağı unutmursunuz. Ümumi olaraq imtahan barədə bildirim ki, imtahan səviyyə olaraq rahatdır. Kimlər ki, yaxşı hazırlaşmışdı və imtahanda həyəcanlanmadısa, çox yüksək nəticə ilə imtahanı başa vurdu. Təbii ki, həyəcanlanan müəllimlərdə bəzi suallarda çətinlik ola bilərdi. İndi sualları da göstərəcəm. Əminəm ki, bir hissəsini artıq görmüşdünüz əvvəlki videolarda. İndi videonu saxlayaraq özünüz müstəqil formada sualların cavabını tapa bilərsiniz. Sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edəcəksiniz. Başlayaq birinci sualdan. Ata ilə oğlun 5 il əvvəlki yaşları cəmi 33 idi. Ata oğlundan 27 yaş böyükdür. Atanın indiki yaşının 5də 1 hissəsini tapın. Ata ilə oğlun 5 il əvvəlki yaşları cəmi 33 olubsa, hal-hazırki yaşları cəmi ata üstəgəl oğul bu şəkildə yazaq. Hər birinin yaşı 5-5 artıb, hal-hazırda 43-dür. Sonra ata oğlundan 27 yaş böyükdür. Yəni atanın yaşının oğlun yaşını çıxanda bərabər olur 27-yə. Dostlar, bunu tənliklər sistemi ilə kimlər bilirsə, rahat şəkildə həll edə bilərik. Atanın yaşı tapan zaman 43 ilə 27-ni cəmləyəcəm. Sonra böləcəm 2-yə. 43 ilə 27 70 edər. 70-in yarısı 35. Atanın yaşı 35-dir. 43-dən 35-i çıxıb oğlun yaşını tapa bilərik. Oğlun da yaşı 8-dir. Doğrudan da 35-in üstə 8 gələndə 43 edər. 35-dən 8 çıxanda 27 edər. Atanın indiki yaşının 5də 1 hissəsini tap. 35-in 5də 1 hissəsi, yəni 35-i bölürük, 5-ə vururuq 1, edəcək 7. Doğru cavab C variantı. Yox, tənliklər sistemini istəmirsinizsə, belə yanaşma edə bilərik ki, oğlun indiki yaşına x deyirəm. Oğul bərabərdir x. Atanın indiki yaşı olacaq. Ata oğlunun 27 yaş böyütürsə, x üstəgəl 27 olacaq. Bunların yaşları cəmi, yəni oğlun yaşı üstəgəl atanın yaşı. Hal-hazırda nəyə bərabərdir? 43-ə. Bayaq izah etdim. Yəni 5 il əvvəlki yaşları cəmi 33 olubsa, bu gün hər birinin yaşı 5 il artıb və 43-ə bərabərdir. Bu tənlikdə dəyişənləri bir toplayacağam. Yəni x-lər edəcək 2x. Sonra 43-dən çıxacağam 27-ni edəcək 16. X bərabərdir 16-nı 2-yə bölsəm düşəcək 8. X-in qiymətini aparıb burada yerinə yazsaq, 8 üstəgəl 27 olacaq. Bu da 35-dir. Yəni 35-i tapandan sonra bunun 5də 1 hissəsini tapmaq lazım idi. İkinci sual yenə eyni növ sualdır. 2 ədədin cəmi 35, fərqi 5-dir, bu ədədi tapın. Topla 2-yə böl, çıx 2-yə böl qaydasına əsasən, yəni x, y-nə yanaşsaq, x üstəgəl y bərabərdir 35, x çıxılsın y bərabərdir 5. Bu ədədi tapmaq üçün topla 2-yə böl. Yəni 35-in üstə 5 gələndə 40, yarısı 20. Doğru cavab B variantı. Kiçiyi tapmaq üçün də 35-dən 5 çıxıb 2-yə böləcəm. Yaxşı, sual verə bilərsiniz ki, bəs bunu başqa formada necə yaza bilərik? Dostlar, 2 ədədin fərqi 5-ə bərabərdirsə, ədədlərdən birinə x, digərinə x plus 5 deyə bilərsiniz. Yəni, fərq 5-dirsə, o deməkdir ki, ədədin biri o birindən 5 vahid böyükdür və bunların cəmi, ədədin biri budur, digəri budur, 35-dir. Buradan 2x bərabərdir 30 olacaq, yəni 5 o biri tərəfə keçir. Buradan da x bərabər olur 15-ə. X-in qiyməti 15-dir. Amma bizə böyük ədəd lazımdır. Diqqətli olun, böyük ədəd x plus 5 idi, yəni 15-in üstə 5 gəlib həmin 20-ni alıram. Üçüncü sual. Sinifdə 24 şagird var. Şagirdlərin 6da 1 hissəsi qızdır. Sinifdə neçə nəfər oğlan var? 24-ün 6da 1 hissəsi qızların sayını verir. Bərabərdir. 24-ü 6-ya bölən düşəcək qız. Yerdə qalan hissə oğlanlardır. 24-dən 4-ün çıxanda qalır 20 nəfər. Deməli, sinifdə 20 nəfər oğlan var. Və yaxud da 6-da 5 hissə kimi də yanaşa bilərsiniz. 24-ü 6-ya böldüm 4, 4-ü 5-ə vurdum, 20 nəfər oğlan olacaq. Dördüncü sual. 67345 böl 15 bölməməndə qalıq neçədir? Dostlar, bunu adi qaydada da bölə bilərik və ya kalkulyatorla da bölə bilərsiniz. Mən də detallı göstərim. Bilməkdə ziyan yoxdur. Amma kalkulyatorla da bölüb rahat şəkildə cavabı tapa bilərsiniz. Təbii ki, kalkulyatorda böləndə nəzərə alın ki, orada vergülə qədər olan hissə tam hissəni göstərir. Tam hissəni natılın qismətə vurub bölünəndən çıxaraq qalıq alırsınız. Yəni bəzən müəllimlər vergüldən sonraki hissəni qalıq kimi düşünür və yanlış edirlər. 67-ni 15-ə böləndə 4 dəfə düşər. 4 dənə 15-imiz 60 edər. Burada 7 qaldı. 3-ü endirəcəm aşağı. 73-ü 15-ə böləndə bu da 4 düşəcək. 4-ü 15-ə vuranda yenə 60 edəcək. Burada qaldı 13. Sonra 4-ü endirəcəm aşağı. Çünki 13 15-ə bölünməyəcək.
134-ü 15-ə bölündə 8 dəfə düşər. Sonra 8-i vuracam 15-ə. Edəcək 120. Çıxılsın 120 yazıram. Davamı buradan yazacağam. Burada nə qalır? 14 qalır. 14 də bölünmədiyi üçün sonra 5-i gətirirəm. 145-i 15-ə böləcəm, düşəcək 9 dəfə. Sonra 9 vur 15 edəcək 135. Qalıq nə qaldı? 10 qaldı. Demək ki, bu bölmə əməldə qalıq olacaq 10. Doğru cavab C variantıdır. Təbii ki, cavabı alınan sonra əminlik üçün yoxlaya da bilərsiniz. Bu natamam qismətdir, bu böləndir. Deməli 4489-u vurursunuz 15-ə. Üzərinə də 10 gəlirik. 67345 alırıqsa demək ki, doğru almışıq. 5-ci sual 784324 ədədində neçə minlik var? Ədəddə olan minliyin sayını tapmaq üçün minin özündə neçə sıfır var? 3 sıfır var. Demək ki, son 3 rəqəmin üstündən xətt çəkmək lazımdır. Yəni cavab olacaq 784. 6-cı sual 4, 3, 0, 5, 7 rəqəmlərdən istifadə etməklə yaranan ən böyük ədədin yüzlüklər mərtəbəsindəki rəqəmin mərtəbə qiymətini tapın. Bu rəqəmlərdən istifadə etməklə yaranan ən böyük ədəd hansı olacaq? Əlbəttə ki, böyük rəqəmləri qabağa yazmaq lazımdır. 7, 5, 4, 3, 0. Yəni 75430 olacaq. Bu ədədin yüzlüklər mərtəbəsi 4-dür. Həmin rəqəmin mərtəbə qiymətini tap. 4-ün mərtəbə qiyməti 4 vurulsun 100 olacaq. Çünki yüzlüklər mərtəbəsinin mərtəbə qiyməti mərtəbə vahidi vurulsun mərtəbə vahidinin sayı olur. Mərtəbə vahidinin sayı 4-dür. Mərtəbə vahiddə 100-dür. 4-ü 100-ə vuranda olacaq 400. Diqqətli oluruq. Yəni orada 100, təkrar edirəm, mərtəbə vahididir. Bizdən mərtəbə qiymətini soruşur. Məsələn, mərtəbə vahidinin sayını soruşsa 4-ü götürəcəksiniz. 7-ci sual. Çevrələrin radiusları 5 sm olarsa düzbucaqlının perimetrini hesablayın. Bura 5-dirsə, təbii ki, bunu davam etdirsək burada 5 olacaq. Demək ki, tərəf bu hissə 10-dur. Eyni qayda üzrə buradan burada 10 olacaq. Burada 10 olacaq. 10, 10 nədir? 20-dir. Deməli, düzbucaqlının uzunluğu 20, eni 10-dur. 20-nin üstə 10 gəldim. 30. 2-yə vuracam, olacaq 60 sm. Doğru cavab A variantıdır. Sual 8. İki məntəqə arasındakı məsafə 840 kilometrdir. Sürətləri 60 və 80 km bölünsün saat olan iki avtomobil eyni anda qarşı-qarşıya hərəkətə başladı. Neçə saat sonra onlar görüşərlər? Sadə sual növlərindən biridir sürət məsələləri üzrə. Qarşı-qarşıya hərəkətdir. Qarşı-qarşıya hərəkətdə qaydamız nədir? Məsafəni bölmək lazımdır sürətlər cəminə. Yəni 840-ı böləcəksiniz 60 üstəgəl 80-ə. 60-ın üstə 80 gələndə 140 edər. 840 bölünsün 140 edəcək 6 saat. Doğru cavab D variantına uyğun gəlir. Sual 9. Torbada 7 yaşıl, 4 sarı və 5 qırmızı top var. Torbadan bir top çıxarıldı. Bu top qırmızı idi. Növbəti çıxarılacaq bir topun qırmızı olması ehtimalını tapın. Bir top çıxartdım, bu qırmızı oldusa, deməli qırmızıların sayı 4-ə düşdü. İndi 7, 4 və 4. Toplam nə edir? 15 dənə top var hal-hazırda. Bunun neçəsi qırmızıdır? 4-ü. Yəni cavab olacaq 15-də 4. Növbəti çıxarılacaq topun qırmızı olması ehtimalını tapın. Burada diqqətli olun, həmişə olması, olmaması bu məqamlar önəmlidir. Davam edək. 10-cu sual. Sahəsi 196 kvadrat desimetr olan kvadratın daxilinə çəkilən çevrənin radiusunu tapın. Deməli bir kvadrat var. Bunun daxilində bir çevrə şəklini çəkirik. Sahəsi 196-dırsa kvadratın tərəfi neçədir? Nəyi özünə vuranda 196 edər? Əlbəttə ki 14-dür. 14-ü 14-ə vuranda 196 alarıq. Yəni 14 desimetrdir. Bəs o zaman radius nəyə bərabərdir? Radius da olacaq 7 desimetr. Çünki radius tərəfin yarısıdır. Doğru cavab C variantıdır. 11-ci sual. Göldəki sürəti 24 km bölünsün saat olan kater çayın axını ilə 7 saat, axına qarşı, burada yanlış düşüb, 5 saat yol getdi. Çayın axma sürəti 3 km bölünsün saat olarsa kater cəmi neçə kilometr yol getdi? Kater məsələsinin çox bəsit versiyalarından biridir. Yəni hər şey hazır verilib, sadəcə yerinə qoyub hesablamaq lazımdır. Göldəki sürət deyəndə öz sürətidir. 24 3 kater və çayın sürətləridir. Axın ilə gedən zaman 24 ilə 3-ü toplayacağam. Axın ilə gedəndə sürətlər toplanır, vurulur zamana. Nə qədər gedib? 7 saat. Axına qarşı gedəndə sürətlər çıxılır. 24-dən çıxacam 3-ü, vuracam zaman. Axına qarşı neçə saat gedib? 5 saat.
İndi bunları dostlar ayrı-ayrılıqda hesablasaq, 24-ün üstü üst gələndə 27 edər. 27-ni vuracam 7-yə 189 kilometr. Sonra axına qarşı 24-dən 3 çıxanda 21, vuracam 5 edəcək 105 kilometr. Cəmi nə qədər edir? 105 üstəgəl 189, 294 kilometr alıram. Doğru cavab C variantı olur. Sual 12. Oğlan saat 7:50-də evdən çıxdı. O 9 saat işdə oldu. İşə gedib gəlməyə toplam 40 dəqiqə zaman sərf etdi. Oğlan saat neçədə evdə oldu? Deməli 7:50-də evdən çıxıb 9 saatda işdə olub, gedib gəlməyə də 40 dəqiqə zaman sərf edib. Yəni məsələn 20 dəqiqə gedib 20 dəqiqəyə qayıdıbdır. Bu zaman nə edəcəm? 7:50-nin üzərinə 9 saat 40 dəqiqəni gələcəm. Dəqiqələri toplasaq, deməli 90 dəqiqə bu edir. 7 üstə 9. Bu da 16 edəcək. 16, 90 deyə bir saatımız yoxdur. 90 dəqiqənin içərisində 1 saat var. Yəni 60 dəqiqə hansı ki, onu qabağa atıram. Olacaq 17, qalıqda da nə qalır? 30 dəqiqə. Yəni axşam saat 6-nın yarısı. Başqa sözlə 17:30-da oğlan evdə olacaq. 13-cü sual. Bir oğlan kitabxanada 1 saat 15 dəqiqə vaxt keçirdi. Daha sonra 20 dəqiqə avtobusla, 5 dəqiqə isə piyada yol gedərək teatra çatdı. O teatra saat 12:30-da çatmalı idi. Lakin 8 dəqiqə tez gəldi. Oğlan kitabxanaya saat neçədə daxil olmuşdur? Dostlar 12:30-da çatmalı idi, amma 8 dəqiqə tez gəlibsə, deməli 12:30-dan 8 dəqiqəni çıxacam. Neçə edəcək? 12:22 edəcək. Daha sonra 20 dəqiqə avtobusla gəlib, 5 dəqiqədə piyada. 25 dəqiqədirmi bu? 1 saat 15 dəqiqədə kitabxanada keçirilən zaman. Deməli 25 dəqiqə, 1 saat 15 dəqiqə bunları toplayaq. 10, 1 yadda, 3, 1 də yadda 4, bu da oldu 1. Yəni 1 saat 40 dəqiqə əvvəl o kitabxanaya daxil olmuşdu. 12:22-dən 1:40-ı çıxacam. Bu da neçə edəcək? 22-dən 40 çıxa bilmərəm, ona görə 1-ni götürürəm burada, 11 qalır. 60 dəqiqəni bura keçirəndə olur 82. 82-dən 40 çıxanda 42 etdi, 11-dən də 1 çıxanda 10 olacaq. Yəni 10:42-də kitabxanaya daxil olmuşdu. Doğru cavab B variantı olur. Sual 14. 2 ədədi 4,2 manat olan paxlava və 1 ədədi 1,8 manat olan şəkərburanın hər birindən 3 ədəd alan alıcı 4,5 manat pulu qaldı. Onun əvvəlcə nə qədər pulu var idi? Deməli, 2 ədədi 4,2 manatdırsa, bir dənəsi paxlavanın 4,2-ni 2-yə bölürəm, 2,1 manat düşəcək. Şəkərburadı isə biri 1,8 manatdır. Sonra bunları cəmləsək, 2,1 üstəgəl 1,8 edir, 3,9 manat. Yəni bir cüt hərəsindən bir dənə alsam 3,9 manat edir. 3,9-un da 3 qatı 11,7 manat edəcək. Amma bunun əlavə olaraq 4,5 manatı da qalıb. 11,7 üstəgəl 4,5 16,2 edəcək. Doğru cavab D variantıdır. Sual 15. 8-də 5 kilometr üstəgəl 0,3 kilometr üstəgəl 210 desimetr cəmi nəyə bərabərdir? 1 kilometrimiz 1000 metrdir. 1000-i 8-ə bölüb 5-ə vururuq edir 625 metr. Üstəgəl 0,3 kilometr, yəni 1000-in 0,3 hissəsidir. 300 metr edər. 210 desimetr də 21 metr deməkdir. 625 üstəgəl 300 üstəgəl 21. 946 metr edəcək. Doğru cavab C variantına uyğun gəlir. Belə müəllimlər, bununla da 15 suallıq sertifikasiya sualları yekunlaşdı. Yəni bizim əlimizə gəlib çatan suallar bunlar idi. Digər suallarda yəni ümumi olaraq asan suallar idi. Müəllimlərin yadında qalan hissələr bunlar idi. Təbii ki, ədədlər olduğu kimi deyildi. Yadda qalan suallara uyğun formada yığılan suallar idi bunlar. Sağ olun, bir sonraki izahlarda görüşərik. Hələlik.